Olaraq Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Allah həmişə əmin-amanlıq eləsin qardaş. Mənim sözüm bu qədər. Mən də kəndimizin cəmaatına çox sağ ol deyirəm. Allah həmişə onları var eləsin. Bu cür şəhidlərimizi yad eləyib, onların nə deyim mən, tanışlığına, yoxluğuna, Allah hamısının canını sağ eləsin. Mən şadam ki, mən fəxr eləyirəm ki, şəhid Müşfiqin bacısıyam. O döyüşərək şəhid olubdu. Allah cəmi döyüşüb şəhid olanlarımıza, mülki şəhidlərimizin də hamısına Allah qəni-qəni rəhmət eləsin. Qazilərimizə can sağlığı versin, sağlamlıq versin. Millətimizi əmin-amanlıq versin. Var olsunlar, sağ olsunlar. Mən Həsənov Bakirin bacısıyam. Bugün bilirəm ki, bütün şəhidlərin ruhu şaddır. Ona görə ki, biz öz torpağımıza gəldik, öz elimizə, ovamıza gəldik. Allah bütün şəhidlərə rəhmət eləsin. Məkanları cənnət olsun. Amin. Ruhları şad olsun. Ben Bağırov Emin Elbrus oğlu. Şəhid Elbrus Bağırov'un oğlu. Allah şəhidlərimizə rəhmət eləsin. Məkanları cənnət olsun. Şükür bugünkü günümüzdəki kəndimizdeyiz. Şükür. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə can sağlığı versin. Döyüşənlərimizə can sağlığı versin. Allah cənab prezidentin can sağlığı versin. Bugün günü bizə yaşatdı. Şükür. Yenə deyirəm, Allah şəhidlərimizə rəhmət eləsin. Cəmi şəhidlərimizə.